Demək, bu günlərin biz sizlə davam edirik 11.3-ün şərt operatoru ilə. Birinci sualımız belədir. Birinci sualda deyir ki, verilmiş tam ədəd üçün 50-dən böyük olub, 3'ə bölündüyünü, 50 x tam ədədi üçün 50-dən böyük olub 3'ə bölündüyünü hansı şərt ilə ifadə eləmək olar, göstərmək olar? X tam ədədi üçün 50-dən böyük olmalıdır. 50-dən böyük olmalıdır. Hər iki şərt eyni zamanda ödəndiyi üçün ənddən istifadə edirik. Əgər şərtlərdən biri ödənib, o birisi ödəmirsə, oradan istifadə edirik. Əgər hər iki şərtin ödənməyini istəyiriksə, mütləq orada ənddən istifadə edirik. Deyir, həm 50-dən böyük olmalıdır, həm də 3'ə qalıqsız bölünməlidir. Yəni, x tam ədədini 3'ə böləndə qalıq nəyə bərabər olmalıdır? 0'a bərabər olmalıdır. Ona görə birinci sualda cavabımız olur A variantı. Keçirik ikinci suala. İkinci sualda deyir ki, x böyükdür, bərabərdir. X böyükdür, bərabərdir 30 şərti ilə ekvivalent olan, yəni eyni olan məntiqi ifadəni göstərin. Baxın, burada elə bir ədəd var ki, həm 30'a bərabər olsun, həm də 30'dan böyük olsun. Ya o ədəd 30'dan böyük olmalıdır, ya da 30'a bərabər olmalıdır. Ona görə cavab ikincidə olur nə? C variantı. Sonra gəlirik üçüncü suala. Üçüncü sualda deyir ki, verilmiş proqram fraqmentində 3 nöqtənin yerində hansı operator olmalıdır? Biz bilirik ki, ifin nəyi var? If əgər verilmiş A ədədi kiçikdirsə 5'dən, C bərabərdir 2 vuraq A, üstə gələk 3 nəyi ifadəsi demək bu ifadənin qiymətini tapmış oluruq. Əgər bu şərt ödənmədikdə, if şərti ödənmədikdə, onu nə edirik? Else qoluna düşmüş oluruq. Else qoluna düşürük və 2 nöqtə qoymuş oluruq. Ona görə də olur. Üçüncü sualda cavabımız olur nə? C variantı. Demək, sonra gəlirik dördüncü suala. Dördüncü sualda deyir ki, hansı proqram fraqmentində səhv yoxdur? Baxın, demək, birincidə A variantına baxıram. A-da if, C böyükdürmü 4'dən? Hə, 2 nöqtəni qoyub. 2 nöqtəni qoyub. Sonra düşüb aşağı. C bərabərdə A yazıb. C bərabərdə A-nın qarşısında 2 nöqtəni qoymaq olmaz. Ona görə birincidə A variantı səhvdir. 2'yə baxırıq. 2'də if bərabərdir, C bərabərdir 4. C bərabərdir 4 yazılırsa, 4'dən sonra 2 nöqtə qoyulmalıdır. Ona görə B variantı da səhvdir. Gəlirik C variantına. C variantında demək nətər olur? C variantında da D bərabərdir 4, 2 nöqtəni qoyub. C bərabərdir 6-sa, onda D bərabərdir 5 olur. C variantı doğrudur. İndi D variantına baxaq. If D bərabərdir 4 yazıb. 4'də nə etməlidir? 2 dənə nöqtə qoymalıdır. Amma bunun 2 nöqtəsi yoxdur. Ona görə D variantı nədir? Səhvdir. İndi gəlib 5-ci suala. 5-ci sualda nədir? Nam bərabərdir 7'dir. Deyir nam, yəni 7 böyükdür 3'dən. Deyirsən hə. Onda print üçün nə edir? Çapa verir. Çapa verir. Sonra if nam neçədir? 7'dir. 7 kiçikdirmi 5'dən? Yox. Yox deyib çıxırıq. Yox deyib çıxırıq. Niyə? Çünki iç-içə iflərdən biz bilirdik ki, iç-içə iflərin bir dənə demək, bir dənə xüsusiyyətindən danışmışdıq. Əgər alt-alta ifdirsə, alt-alta ifdirsə, biz bütün şərtləri nə edirik? Yoxluyuruq. Ödəsə də, ödəməsə də. Amma iç-içə iflərdən söhbət gedəndə, birinci if ödədisə, ikinciyə baxırıq. Əgər ikinci hansısa bir iç-içə ifdə biri ödəmədisə, o birisinə baxmırıq. Burada nam 7'dir. 7 böyükdür 3'dən. Hə, hə deyirik. Ona görə keçirik. Bax, bunun hə demişik. Əgər burada else qolu olsaydı, else qolunun üstündən xətt çəkərdik. Amma bunun ifin bu elsesi yoxdur. Elə 7'dir. 7 böyükdür 3'dən. Hə, 3 çapa getdi. 3 burada çapa getdi. Sonra indi nam yenə 7'dir də. Dəyəri 7'dir namın. 7 kiçikdirmi 5'dən? Yox. Yox deyən kimi nə edirik? Demək, yox deyən kimi nə edirik? Bu içəri qapı bağlı olur, içəri keçə bilmirik. Demək, print nə edir? 3'ü çapa verir. Olur, 5-ci sualda cavabımız nə olur? A variantı olur. Sonra keçirik 6-cı suala. 6-cı sualda nə deyir? Deyir, 7 bərabərdirmi 7.0'a? Yəni, bəli, 7 bərabərdir 7 nöqtə nəyə?
Sıfıra. Bu doğrudur. Sonra 7 bölü 7.0'dan xeyr, səhvdir. Ona görə B-ni çapa vermirik. Amma 7 bərabərdir 7.0-a. Hə, A-nı çapa vermişdik. 7 bölü 7. Baxın, burada uşaqlar, baxın, alt-alta ifdir. Bayaqki iç şeyif idi. Baxın, bu hissəyə baxın. Bax, bu var, ha. Bu iç şeyifdir. Biz bunu dərsdə keçmişik. Bu iç şeyifdir. Məsələn, burada iç şey gəlir. Baxın, iflər iç şey gəlir. Biri ödənmədiyi halda ikinciyə baxa bilmirik. Amma alt-alta iflərdə isə hər birini yoxlayırıq. Yəni ödədi, ödəmədi baxırıq. Hamısına baxırıq. 7 bərabərdirmi 7.0-a deyirsən, hə, A-nı çapa yolladıq. 7 böyükdürmü 7.0-dan xeyr, böyük deyil axı bərabərdir. Ona görə B-ni çapa yollaya bilmirəm. İndi keçirəm 3-cü şərt operatoruna. Yəni 3-cü ifə. 7 kiçikdir 8-dən, bəli, C-ni çapa yolladım. Bu else var, ha. Else axırıncı ifin olur. Yəni bu if ödədi deyə bu else qoluna baxmıram. Demək, nəticədə nəyə çapa verdim? A-nı və C-ni. A və C çapa getdi, oldu. Demək, 6-cı sualda cavabımız nə oldu? C variantı oldu. Sonra gəlirəm 7-ci suala. 7-ci sualda deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 7 bərabərdirmi 7.0-a? Bəli. Çapa getdi. Bu necə ifdir? Alt-alta iflərdə. Alt-alta ifdir. Alt-alta ifdir. Biz bilirik ki, alt-alta iflərdə hər birinə baxılır. Hər birinə nə edir? Baxılır. Baxılır. Hər birinə baxılır. İndi baxırıq bura. 7 bərabərdirmi 7.0-a? Bəli. Demək, A getdi çapa. 7 böyükdürmü 7.0-dan? Yox. B çapa getmir. 7 kiçikdirmi 8-dən? Bəli. C çapa getdi. Baxın, bu alt-alta if gəlir, amma ifin içində bir dənə, alt-alta ifin içində bir dənə nə var? İç şey var. Baxın. 7 kiçikdirmi 8-dən? Bəli. Bəli deyib C-ni çapa verirəm. Bu 7 kiçikdir 8-ə hə dediyim üçün onun altındakı ifə baxıram. 8 böyükdürmü 8.0-dan? Yox, yox. Amma bu ifin bir dənə else qolu var. Else qolu var. E-ni də çapa yollamış olur. Demək, cavab nə olur? A-nı, C-ni və E-ni çapa yollamış oldu. Ona görə olur cavab nə? B variantı. 7-ci sualda cavab oldu nə? B variantı. Keçid alıq növbəti sual nümunəmizə. 8-ci sualdan söhbət gedir. Baxın, əgər and varsa, şərtdə and varsa, hər iki şərt doğru olmalıdır. Hər iki şərt doğru olmalıdır. Əgər if operatorunda oradan istifadə olunubsa, iki şərtdən yalnız biri ödəməyə kifayət edir. İndi baxaq. Baxaq, görək nə deyir burada. Deyir ki, 9 böyükdürmü 0-dan? Deyirsən, hə. 0 kiçikdirmi -9-dan? Xeyr. Ona görə bu if ödəməlidir. Biz bilirik ki, elfi o vaxt baxırıq ki, if ödənməyəndə. Əgər if ödəmirsə elfə baxırıq. Əgər if ödəyirsə elfə baxa bilmərik. 9 böyükdürmü 0-dan? Bəli. Bu ödədi. 9 böyükdür 0 mənə true halım verdi. İndi baxıram bu birisinə and var ortada. 0 deyir, kiçikdir -9-dan? Xeyr. Bu da mənə nə verir? False verdi. Biri true olub, biri false olanda əndə görə bu mənə nə verir? False verir. Ona görə hello-nu çapa vermirəm. Baxıram elif qoluna. Deyir 9 böyükdür 0-dan? Hə. Ortada or var. 0 düzdür. -9-dan kiçik deyil. Amma bu iki şərtdən biri doğru oldu. Orada biri doğru olanda bunu nə götürürük? True götürürük. True götürüb və printə vermiş oluruq. 9 böyükdür 0-dan? Hə. Üstə gələk. Elə bir ki, riyaziyyatda or, uşaqlar, belə deyək də, çoxluqların birləşməsidir. Amma ən çoxluqların çətişməsidir. Biz bunu şəbəkələrdə də keçəndə məsələ tiplərinə rast gələsiyik. Demək, 9 böyükdürmü 0-dan? Hə. Üstə gələk qoyuruq. 0 kiçikdirmi -9-dan? Yox. Amma biri hədir, biri yoxdur. Ortada or olanda demək bunu hə qəbul edirik. Ona görə bu çapa gedir. Olur nə? D variantı. Demək, 8-ci sualda cavabımız nə oldu? D variantı oldu. İndi 9-cu suala baxırıq. Demək, 9-cu sualda nədir? 9-cu sualda deyir ki, 15 kiçikdir 20-dən? Alt-alta ifdir. Baxın, alt-alta ifdir. Bax, bu else ən axırıncı ifa aiddir.
Deyirsən ki, 15 kiçikdir 20-dən, deyirsən bəli, bəli. Print A-nı çapa verdi. İndi 32 böyükdürmü 45-dən? Xeyr. Ona görə B-ni çapa vermir, amma bu ifin bir else qolu var. C-ni çapa yollayır. Olur A, C. A, C hansı bəddədir? E variantındadır. 9-cu sualda cavab oldu nə? E variantı. 10-cu suala gələm. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-nın qiyməti nədir? 5-dir. 5-dir. Birinci ifə baxıram. Buna baxıram. A-nın qiyməti nədir? 5-dir. 5 bərabərdirmi B-yə, 7-yə? Deyirsən, yox. Yox. Bu bərabər deyil. Ona görə baxın, birinci bu iç şeyfdir. İç şeyfdir. Əgər bu ödəmədirsə, içəridəki ifə baxa bilmərəm. Amma alt-altı iflərdə baxın burada. Hər birinə baxırdıq. Hər birinə baxırdıq. Amma burada iç şeyflərdə biri ödəmədirsə, o biri qola neyin eləyib baxmırıq. İndi baxırıq buna. A bərabərdir B-yə. 5 bərabərdir 7-yə. Xeyr. Ona görə də bunun heç birisinə artıq bura baxa bilmirəm. Baxa bilmirəm. Bu ifin bir dənə düz altında bax else qolu var. Gəlirəm B-nin üzərinə C-ni gəlirəm. B neçədir? 7-dir. 7-nin üzərinə gəlirəm C-ni. C neçədir? 6-dır. 7-nin üstünə 6 gəlmə neçə elədi? 13 elədi. Demək, print də 13-ü neynədir? Çapa vermiş oldu. 10-cu sualda cavabım nə oldu? 10-cu sualda cavabım oldu C variantı. İndi keçirəm 11-ci suala. 11-ci sualda nə deyir? Deyir, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. T-nin qiyməti 4-dür. Import mass funksiyası görək nə daxil eləyir. Deyir, T, yəni 4, kiçikdir 7-dən. Bəli, kiçikdir. Sonra 4 böyükdür mənfi 7-dən. Bəli, bu da böyükdür. Onda deyir, mass, import mass nəyi? Kök altı. SQRT uşaqlar kök altı deməkdir. Kök altı deməkdir. Kök altında T. Kök altında T-nin qiyməti nədir? 4-dür. Kök altında 4-dən nə çıxır? 2.0, yəni float tipi çıxır. Yadınızda saxlayın ki, kök altı ifadədən daim nə olur olsun, nə çıxır? Söhbət müsbət ədədlərdən gedir. Nə çıxır? Float tipi çıxır. Biz də buna riyaziyyatda nə deyirik? Həqiqi ədədlər deyirik. Kök altda 4-dən çıxdı nə? 2.0. Gəlir buradan, ta else qoluna neyinirəm? Baxmıram. Else qoluna baxmıram. Mənə cavab nəyə verir? 2.0. Bax, 2-ni vermir ha. 2.0-ı verir. Əgər burada 2-ni verməkdən ötürü mütləq bunun da qarşısında bir int olmalı idi. Int olub bu ifadəni yazmalı idi ki, aldığım cavabı təzədən intə çevirsin. Bu yoxdur. Elə sadəcə kök altda 4-ü çıxart deyir. Kök altda 4 də 2.0-dır. Olur cavab nə? D variantı. 11-ci sualda cavab oldu nə? D variantı. Sonra keçirik 12-ci suala. Ümid edirəm aydın olur. Aydın olmadığı halda təkrar bir də soruşarsınız məndən. X-in qiyməti nədir? Turudur. X deyir bərabərdirmi turuya? Bəli, X turuya bərabərdir. Ona görə print A-nı çapa verdim. Sonra gəlir aşağı. If deyir şərt X, X-in turudur axı. Mən nə zaman X-in qiymətinə turu mənimsədir deyə X-in bütün hallarında turu qiymətini mən neyləməliyəm? Çapa verməliyəm. İndi baxıram buna. X-in qiyməti X bərabərdir turuya. Deyir X turudur. Deyirsən bəli. Şərt ödəndi. Özdə baxın alt-altı iflərdir. Bir-bir hamısına baxırıq. Elifdə nə zaman elifə baxırıq? İf ödənmədiyi halda elifə baxıram. İndi X turuya bərabərdirmi? Bəli. A-nı çapa verirəm. Artıq A çapa getdim. Sonra if X-dir, X-in qiyməti nədir? Turudur. Onda B-ni də çapa verirəm. B də çapa getdi. Sonra X turudur deyir. Turu bərabər 50-yə? Yox. Xeyr. X turu 50-yə bərabər deyil. Artıq bu elif ifə aiddir. İf ödəmədi deyə bu elifə baxıram. Deyir, X nədir? Turudur. Turu böyükdür 50-dən. Turu 50-dən böyükdür. Xeyr. Ona görə else qoluna baxıram. Həm E-ni, həm də F-i çapa vermiş oldu. Həm E-ni, həm də F-i. Demək olur A, B, E, F. E, F olur nə? D variantı. 12-ci sualda cavabımız oldu D variantı. Sonra 13-cü suala baxıram. K-nın qiyməti neçədir? 4-dür. Deyir 4 bərabərdir 2-yə. Xeyr. Əgər burada if ödənsəydi, burada eliflərə baxmayasıydı. Bircə dənə ifi elif çıxasıydı. Amma burada ödəmədi. Çünki K-nın qiyməti neçədir? 4-dür. 4 2-yə bərabərdirmi? Xeyr. Ona görə print bunu çapa yollamır. Keçir elif qoluna.
Deyir 4 kiçikdir bərabərdir 3-dən. Yox. Əgər eliflərdə də biri ödəndikdə öbürsülərə baxmırıq. 4 3-dən kiçik bərabər deyil. Ona görə də bunu da ödəmədi. İkinci ifə baxıram. Deyir 4 kiçikdir bərabərdir 4-dən. 4 deyir kiçikdir bərabərdir 4-dən. 4 4-dən kiçik olmasa da, amma 4 4-ə bərabərdir. Ona görə yaxşını neylədim? Çapa verdim. Yaxşını çapa verdim deyə, baxın bu elfə də baxmıram artıq, B-siyə də baxmıram. Bir dənə yaxşı neylədi? Çapa getdi. Oldu 13-cü sualda cavabım nə? D variantı. Sonra gəlirəm 14-cü suala. 14-cü sualda deyir ki, kam yenə 4-dür. Deyir 4 bərabərdir 2-yə. Deyirsən yox. Ona görə bu da baxın, demək 6-6 iflərdir. 4 bərabərdir 2-yə. Deyirsən yox. 4 2-yə bərabər deyil. Ona görə pirinç çapa getmir. 4 kiçikdir bərabərdir 3-dən yox. 4 axı 3-dən kiçik bərabər deyil. Demək, 4 kiçikdir bərabərdir 3-dən yox. Demək, kafi də çapa getmədi. 4 kiçikdir bərabərdir 4-dən. Bəli, 4 kiçikdir bərabərdir 4-dən. Yaxşı çapa getdi. Yaxşı çapa getdi. 6-6 ifdə, ona görə də o bir ifə də baxıram. Deyir 4 kiçikdir bərabərdir 5-dən. Hə, əlada çapa getdi. Əlada çapa getdi. Oldu nə? Yaxşı, əla olur A variantı. 14-cü sualda cavab oldu nə? A variantı. İndi keçirəm 15-ci suala. Baxın, burada heç şeyflərdir. Əgər bu ödənməsə buna baxmarıq. Ona görə gəlib birinciyə baxmağa. X-in qiyməti 4-dür, A 3-dür, B 2-dir, Y-də 0-dır. Deyir X-in neçədir? 4-dür. Deyir 4 böyükdür A-dan. A-nın qiyməti neçədir? 3-dür. 4 3-dən böyükdür? Hə. 4 3-dən böyükdür. Ona görə bax, 4 3-dən böyük olduğuna görə içəri keçirik. Deyir onda yaxşı, X böyükdür B-dən. X-in neçədir? 4-dür. Böyükdür B-dən. B neçədir? B də 2-dir. 4 2-dən böyükdür. Bəli, 4 2-dən nədir? Böyükdür. Bax, bu ilk ödəndi deyə Y-in 1-ə bərabər oldu. Amma bunun ES-in üstündən xət çəkirəm. Çünki bu ilk ödənməyəndə ES-yə baxırıq. İlk ödəndi ES-yə baxmıram. Y bərabərli 1 olur. Axırda da bu dövrün bu proqramın nə idi? Sərbəstidir. Deyir Y-i çap elə. Y-ə də mən 1 almışdım. Ona görə də 1-i neynədim? Çapa vermiş oldum. 15-ci sualda cavabımız nə oldu? C variantı oldu. İndi keçirik 16-cı suala. Deyir ki, Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Baxaq görək nə deyir. Özümüzdən bir rəqəmlər verək. Məsələn, A-ya 2 verirəm, B-yə 7 verirəm, C-yə də tutaq ki, 3 verirəm. 3 verirəm. M deyir A-ya bərabərdir. M A-ya bərabərdirsə, M nəyə bərabər olmuş olar? A-nın qiyməti neçədir? 2-dir. M 2-yə bərabərdir. Deyir M kiçikdir B-dən. M neçədir? 2-dir. 2 kiçikdir B-dən. B neçədir? 7-dir. Deyirsən ki, hə, kiçik. 2 7-dən kiçikdir. Deyir onda M B-yə bərabər olsun. Artıq M-in qiyməti 2 yox. Artıq M-in qiyməti B olsun. B neçədir? B 7-dir. 7-yə bərabər olsun. 6-6 ifdir, o birisinə də baxıram. Deyir M-in takı qiymətini gedib götürmür ya. Müqayisə eləmirik. M-in 7 qiymətini müqayisə edirik. Artıq M 7-yə bərabər oldu. M kiçikdir C-dən. M neçədir? 7-dir. 7 kiçikdir C-dən. C neçədir? 3-dən. 7 kiçikdir 3-dən? Yox. 7 axı 3-dən kiçik deyil. Deyir onda M bərabər olsun C-yə. M bərabərdir burada 7. Sonra da deyir ki 7 kiçikdir 3-dən. 7 kiçikdir 3-dən. 7 3-dən kiçikdirmi? Yox. 7 3-dən kiçik deyil. Kiçik deyil. Ona görə də 7 3-dən kiçik olmadığına görə deyil, belə də qalır. Ən axırda deyir M-i çapa ver. M-i çapa verdik nə? 7-ni çapa verdik. Demək 3 natural ədədin ən böyüklüyünü çap elədi. Baxın, təkrar gedirəm bir də üstündən. Bax, neynədim? Demək, verilmiş proqramın təyinatını tapmaqdan ötürü həmişə A-ya da, B-yə də, C-yə də özümdən rəqəmlər verirəm, məsələn. Siz də bu cür verin. Bax, məsələn, tutaq ki, fərqi yoxdur, rəqəm fərqi yoxdur, amma verin. A-ya tutaq ki, 2 verdim, B-yə 7 verdim, lap C-yə də 4 verirəm. Deyir, M A-ya bərabərdir. Yəni, M-in də qiyməti A-nın qiyməti neçədir? 2-dir. M də 2-yə bərabərdir. İndi şərt qoyur. Şərtdə ikisini də yoxlamalıyam. 2 şərtlim var, ikisini də yoxlamalıyam. 2 dənə ifim var, ikisini də yoxlayıram. M-in qiyməti nədir? 2-dir. 2 kiçikdir B-dən.
B neçədir bəs? 7-dir. 2 kiçikdir 7-dən deyirsən hə. Hə. Deyir onda M bərabərdir B olsun. M bərabərdir B-nin qiyməti neçədir? B-nin qiyməti 7-dir. M bərabərdir 7 olsun. Təzələnən deyir M, yəni 7 kiçikdir C-dən. C neçədir? 4-dən. Yox. Kiçik deyil. Da dövrdən, şərtdən çıxırsan. Çünki bunun LCQ da yoxdur. Düşürsən aşağı sərbəstdə deyir M-i çap elə. M neçəni çap elədi? M-in qiyməti ilə 7 almışdı. 7-ni də çap elədi. Mən A, B, C dəyişəninə 3 dənə qiymət daxil eləmişdim. 2-ni, 7-ni, 4-ü. Mən 2-ni, 7-ni, 4-ü daxil elədim. Amma mənim üçün 7-ni çıxartmış oldu. Demək, 3 dənə natural ədədin ən böyüyünü çap eləyən proqram oldu. Və bu da belə. Sonra gəlirəm 17-ci sualda. Deyir Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Import must daxil elədim. Nəyə daxil eləyək? Baxaq bir. A 49-dur. 49. Bax bu 49. Böyükdürmü B-dən 25-dən? Deyirsən hə. 49 25-dən nədir? Böyükdür. Deyir onda yaxşı. Must SQRT ilə nəyi? A-nı. A-nın qiyməti neçədir? 49. Mən dedim ki, SQRT nədir? Kök 6 deməkdir. Kök altında nəyi kök altına salım? 49-u. Kök altda 49-dan nə çıxır? 7.0. 7.0. Bu if ödəndi deyə else qoluna baxmıram. Bir də düşürəm aşağı. Deyir must SQRT ilə nəyi? B-ni. B-nin qiyməti neçədir? 25. 25. 25-dən nə çıxdı? Kök altı 25-dən də həqiqi ədəd tipi çıxır. Həmişə yadınızda saxlayın. Yəni 5.0 çıxır. Məsələn, kök altda 49-dan 7.0 çıxır. Yəni bunlar həqiqi ədədlərdir. Biz həqiqi ədədlərə riyaziyyatda deyirdik. İnformatikada nə deyirik buna? Float tipi deyirik. Nə deyirik? Float. Həm kəsr hissədən, həm də tam hissədən ibarət olmuş olsun. İndi SQRT kök altda B, kök altda B 25-dir. 25-dən də kök nə çıxdı? 5.0. Mənə Y-i deyir çap elə. Y də 5.0-dır. 5.0 oldu nə? B variantı. 17-ci sualda cavabımız nə oldu? B variantı. İndi 18-ci suala baxıram. Deyir ki, X-in qiyməti 4-dür. 4 deyir böyükdür A-dan. A-da 3-dür. Deyirsən bəli. Bəli, 4 3-dən böyükdür. Ona görə 4 3-dən böyük olduğuna görə birinci if ödədi də ikinci iç şeifdir də, baxın. Bax, bu iç şeifdir. İkinci ifə baxa bilirəm. X neçədir? 4-dür. Deyir 4 onda böyükdür B-dən, 5-dən. Deyirsən yox. Bu ifin, bu şərt qola yerinə yetirilmir, amma düz ifin altında bu ifin özünün, hər ifin özünün altında else qolu olur. Bax, bu ifin elsesi yoxdur, amma bu ifin elsesi var. Əgər bu ödənməsəydi, elə birbaşa Y-in özü elə gəlib yuxarıda sıfırı çapa verərdi. Amma bu ödəndi deyə artıq bu düşdü aşağı if qoluna, içindəki if qoluna düşdü. Deyir, 4 böyükdürmü 5-dən? Yox dedin. Yox deyən kimi Y bərabərdir 1 götürmür. Düz ifin altındakı else qolu var. Y deyir, bərabərdir 2 olsun. Onda Y bərabərdir 2-dirsə, elə 2-ni də çapa vermiş olur. Olur 18-ci sualda cavabımız B variantı. İndi 19-cu suala baxıram. Deyir ki, burada qiymətlər verib. X-a, A-ya, B-yə, bir də Y-ə qiymətlər verib. X-im nədir? 4-dür. 4 böyükdür A-dan. A neçədir? 5-dən. 4 5-dən böyükdür? Yox. Yox dediyinə görə iç şeydir. Bunların heç birinə baxmıram mən. Heç birinə baxmıram. Bir dənə düşürəm aşağı, burada sərbəstim var. Əgər printin üstündə bir dənə burada nəysə yazılmış olsaydı, onu həll edib keçərdim printə. Amma burada heç nə yoxdur. Elə sadəcə bir dənə sərbəst print Y-im var. Print Y-in də qiyməti elə neçədir? 0-dır. 0-da çapa vermiş oldu. Y-in qiyməti nəyə bərabər oldu? 0-a bərabər olmuş oldu. 19-cu sualda da cavab nə oldu? A variantı oldu. İndi gələm 20-ci suala. Deyir ki, görək nə deyir? Deyir ki, A 12-dir, B də 15-dir. 12 kiçikdir 15-dən. Deyirsən, bəli. Bəli dediyə görə ikinci ifə keçirəm. Deyir, 12 15-ə bərabərdirmi? Xeyr. Bərabər deyil. Ona görə də printin bu qolun yerinə yetirmirəm. İflə eyni üstündə dayanan else-yə baxıram. Print nəyə çapa versin? A çıxaq B-ni. A neçədir? 12-dir. 12-dən B-ni çıxıram 15-i. 12-dən 15-in çıxanda neçəsi qalır? Mənfi 3-ü. Demək, mənfi 3-dən neynədir? Print çapa verdi. 20-ci sualda cavabı nə oldu? D variantı oldu. İndi keçirik 21-ci suala.
21-ci suala keçirik. Burada deyir ki, A-nın qiyməti bu dəyişənin dəyişmiş. Yox, A-nın qiyməti neçədir burada? A gəlir burada alır 2-ni. 2-ni. Sonra B gəlir alır 8-i. B gəlir alır 8-i. C də gəlir alır 0-ı. 0. Deyir A B-dən böyükdür. 2 böyükdür 8-dən. Deyirsən yox. Yox dediyinə görə bu hissəni artıq mən yerinə yetirə bilmərəm. Gəlirəm bura. Baxıram ki, printin üstündə bir dənə sərbəstim var. Bax C. Onu yerinə yetirib sonra da düşüb printi C-ni çapa verirəm. C bərabərdir. C-nin üstünə 12 gələm. C neçədir? C baxın 0-dır. 0-ın üstünə 12 gələm, eləyir 12. Təzələnə print C-ni çap edir. Yəni C-ni 12-ni çap edir. O da olur A variantı. 21-ci sualda cavab oldu A variantı. İndi 22-ci suala baxıram. 22-ci suala baxın. Deyir ki, import A bərabər int input. Bu yazılışın mənası nə deməkdir? Bu yazılış, baxıram ki, burada birləri, sıfırları sayır. Mən fikirləşirəm ki, bu 100% ikili say sistemində vermiş hansısa bir ədəd. Tutaq ki, mən heç ona baxmıram. Baxıram, bir dənə burada A bərabər int input, bir dənə ədəd daxil edirəm. Sıfırlardan, birlərdən ibarət ki, saysın görün bu nə eləmək istəyir. Belə bir ədəd daxil edirəm. Daxil elədim. Sonra nə deyir burada? Deyir setir A. A daxil elədiyim A tam tipdir. Amma deyir setir A ilə. Setir A iləndə dırnaqda 1, 1, 0, 0, 1 olur. 0, 0, 1 olur. K bərabərdir. Count deyir. Neynəsin? Birləri saysın. Birləri sayanda mənim üçün 3 çıxardı. 1, 2, 3 dənə, 3 dənə 1 var. 3'ü çıxartdı. Count saymaq deməkdə. M də bərabərdir. Count deyir. Sıfırları saysın. Neçə dənə sıfırım var? 2 dənə. 2 dənə sıfırımı get saydı. İndi deyir if şərt qoyur. Görək şərtimiz nədir? Deyir K-nın üzərinə M-i gəl. Yaxşı gəlirəm. 3 üstə gələ 2. Bərabərdir, deyir. Bərabərdir len A-ya. A nədir? Budur. Sətrə çevirmişdir. Biz bilirik ki, len sətirlərlə işləyir. Mən gedib tamı saya bilmərəm. Error verər. Len sətirlərlə işləyir. Gedirəm, sayıram sətrimi. 1, 2, 3, 4, 5 dənədir. Deyir 5 bərabərdir 5-ə. Deyirsən yes. Onu çapa vermiş. İkili say sistemində mövcud olub olmadığını neynədi? Yoxladı. Əgər olmasaydı, onu çıxartmış olardı. Olur cavab nə? A variantı. 22-ci sualda cavab nə oldu? A variantı olmuş oldu. Bu da belə. 23'ə baxaq. 23. Burada nə deyir? Deyir ki, vermiş proqramın təyinatını daxil edilmiş ədədin, bir dənə ədəd daxil edirəm. Tutaq ki, bir dənə nə daxil edirəm? Məsələn, deyirəm ki, bir dənə 17 daxil edirəm. Və yaxud da ki, bir dənə 17 daxil elədim. A bərabərdir 17. Deyir, bunu sətrə çevir. Dırnaqda 17 yazıram. K deyir, bərabərdir A0-a. A0. A0 17-də bax dırnaqdadır. A0 nədir? Bu 0-dır, bu 1-dir. A0 nədir? 1-dir. 1-dir. Deyir A.count K, count saydım. Bərabərdir len A-ya. Len A-ya. Bunun demək, neyinirəm? Deyirəm ki, 1 bərabərdir 2-yə. Count K nədir? Count K. K-nın qiyməti 1-dir. 1-dir. 1 bərabərdir len A-ya. Len A-nı saysam bu 2-yə bərabərdir. Deyirəm 1 bərabərdir 2-yə. Deyirsən yox. Onda no-nu çıxarsın. No-nu çıxarsın. Bu nə deməkdir? Bu verilmiş ədədin rəqəmlərinin, bütün rəqəmlərinin eyni olub olmadığını yoxlayır. Əgər məsələn mən bura bir dənə başqa bir ədəd daxil eləsəydim, tutaq ki mən bura bir dənə nə daxil eləyirəm? Tutaq ki 555 daxil eləyirəm. Tutaq ki 555 daxil elədim. Elədimi? Bunu sətrə çevirəndə 555-i dırnaqda yazır. Sonra indi bunu 0, 1, 2 yazsam. Deyir K bərabərdir A0-a, 5-ə bərabərdir. Sonra deyir A.count, K-nı say, yəni 5-ləri say, verir 3 dənə. 3 bərabərdir len A-ya. Len A-da nədir? 3-dür. 3 bərabərdir 3-ə. Deyirsən ki, hə.
Yolda bütün rəqəmlərinin eyni olub olmadığını yoxlayır, yes-i çıxardır. Onda cavab nə olur? D variantı olur. Yəqin ümid edirəm başa düşdünüz. Başa düşmədiyiniz halda təkrar videonu qarşıya çəkin. Bir də baxın. Əgər gördünüz, yenə başa düşmədiniz, yanımda yenə sual verib, onsuz da başa düşmədiyinizi təkrar sual verib soruşursunuz və mən də özüm izah eləməyə də çalışıram. 24-cü suala baxaq. Python proqramlaşdırma dilində proqrama modul qoşmaqdan ötürü hansı açar sözündən demək nə edirik? İstifadə edirik. Yadınızda saxlayın, modul qoşmaqdan ötürü importdan nə edirik? İstifadə edirik. 24-cü sualda nə oldu cavab? D variantı olur. Sonra gəlir 25-ci suala. Bu nə deməkdir? Bu, baxırıq A-ya, B-yə, C-yə qiymət verir. D bərabərdir B kvadratı, D bərabərdir B kvadratı, çıxaq 4A, S. Bu nədir belə? AX kvadratı, üstə gəlir BX, üstə gəlir C, bərabərdir 0 kvadrat tənliyinin həllini ifadə edir. Baxın, bu yazılış. Bu yazılış. Baxın, X1-in, X2-nin qiymətlərinin, əgər D böyüksə 0-dan, X1-in, X2-nin qiymətləridir. Əks halda D bərabərdir 0-dırsa, mənfi B bölək K düsturu ilə hesablanır. Əks halda isə D kiçiksə 0 olanda da nə olur? Həlli olmur. Bu nəyi hesablayır? AX kvadrat üstə gələk BX üstə gələk C bərabərdir 0 şəklində kvadrat tənliyin nəyidir? İfadəsidir. Bu da belə. Sonra gəlir 26-cı suala. 26-cı sualda da nə deyir? 26-cı sualda demək, burada A-nı, B-ni verib, C-ni verib. Burada AX bərabərdir. AX bərabərdir B nədir? Xətti tənliyinin həllidir. Əgər burada söhbət 26-cı sualdan gedir də. Və burada yazılıb ki, A bərabərdir 0-dırsa, A bərabərdir 0-dırsa və yaxud da ki, B də bərabərdir 0-dırsa, onda printin sonsuz, else print yox. Əgər X bərabərdir B bölü A-dır, sonda X-dir. Yəni, bu AX bərabərdir B, xətti tənliyinin nəyidir? Həllini ifadə edir. Baxan kimi bilmək olur. Riyaziyyatdan bunu bilirsiniz. Sonra gəlir 27-ci sualda. 27-ci sualda nə deyir? 27-ci sualda deyir ki, 27-ci sualda deyir ki, baxın, X bərabərdir, nədir bu? Tutaq ki, A-ya bir dənə ədəd verirəm. A yox, əslində bu X olmalıdır. X olmalıdır. Burada deyədim ki, səhv düşüb. X-a bir dənə ədəd verirəm, tutaq ki, 25 verirəm. K bərabərdir. X-in üstü, yəni 25-in üstü 0,5 nə deməkdir? 0,5. Bu kök altında 25 deməkdir. Kök altı 25. Bundan da çıxır nə? 5,0. Deyir K 25. K neçədir? K 5'dir. 5 bərabərdir int K-ya. Yəni 5-ə. Deyirsən hə. Yox olanda da əgər K int 5-ə bərabər edir də. Əgər bu neynir o zaman? Tam kvadrat olub olmadığını neynir uşaqlar? Yoxlayır. Olur B variantı. Yəni təkrar bir də üstündən gedirəm. Təkrar bir də üstündən gedirəm. Baxın, burada A-ya, A yox, əslində X-a. Bir dənə 25 daxil edirəm. K-nı da kökdən çıxardıram. Yəni K bərabərdir, X-i kökdən çıxardıram. Kök altı 25-dən nə çıxdı? 5 çıxdı. K bərabərdir int K-ya. K-nın qiyməti nədir? K kök 5,0-dır da. Deyir 5,0 bərabərdir int K-ya. Yəni int 5,0 mənə nəyə verəsidir? 5-i verəsidir. 5'i verəsidir və hə olasıdır. Demək, tam kvadrat olub olmadığını yoxladı. 28-ci suala baxaq. 28-ci sualda nə deyir? Aha. 28-ci sualda burada qalığı ən böyük 9 ola bilən demək burada baxın A-ya qiymət verir. A-ya qiymət verir. Burada deyir ki, B böyükdür 37 və B kiçikdir 45. Burada ən böyüyü nə olmalıdır? Ən böyük demək 44 olmalıdır. B-nin ən böyük qiyməti 44 olmalıdır. 44. İndi baxıram. Demək, qalığı ən böyük burada 9 ola bilər. 9 ola bilər. Burada qalığı ən böyük 9 ala bilərəmmi?
Burada qalığı 9 almaqdan ötürü mütləq şəkildə burada 44 ən böyük qiyməti 45 isə 44-dən 45-dən kiçik 44 olur da, 44 olur. 44 olur. Burada hansı ədədi 10-a bölür? 10-a böləndə qalıqdan həmən ədədin tam hissəsini 10-a böləndə tam hissəsini çıxanda demək 44-ə bərabər olar. Məsələn, belə verim. Burada ən böyük qalıq 9 ola bilər. 9 çıxaq x bərabərdir 44 yazsam, 44 demək 9 çıxaq x bərabər 44 belə yazmayaq da. Burada demək nətər olur? X-in qiyməti 53 olanda, 53 olanda 53-ü 539 qoysam əgər, baxın, 539-un ona bölünməsindən alınan qalıq 9 eləyəsi, 539-un da ona tam bölünməsindən alınan qalıq da belə tam hissədə 53 olacaq. 9-dan 53-ün çıxanda neçə eləyir? Mənfi 44 eləyir. Mənfi 44 eləyir. Amma qarşısında nə var? Absolut var da. O da onu neyinir? Müsbətə çevirir. Müsbətə çevirir. Ona görə demək burada verilmiş cavab nə olur? 539 eləyir. Amma məsələn 459-u qoysam, burada 459-dan demək ona bölünməsindən alınan qalıq neçə eləyir? 9 eləyir. Çıxaq 459-un da ona bölünməsindən tam hissə 45 eləyir. Baxın. 45 eləyir. 9-dan 45-in çıxanda neçə eləyir? Demək 36 eləyir də, 36 eləyir. 36 bax bu burada yerində bu if şərtində 36 ödəyə bilməz. 36 nə 37-dən böyük deyil. Bir ədəd elə olmalıdır ki, həm 37-dən böyük olmalıdır, 37-dən böyük və 45-dən də kiçik olmalıdır. Bu aralıqda 36 yerləşir. Bu aralıqda yerləşən ancaq nə olur? 539 ədəd olur. Yəqin ki, fikrim tam aydın oldu. İndi gəlirik neçənci suala? 29-cu suala. 29-cu sualda nədir? 29-cu sualda baxın, burada A0. Yəni bunu bir yaxşı yerdən yazaq. İndi burada demək A siyahısı verib. A siyahısı nəyə verib? Verib 100, 100 siyahın bundan ibarətdir. 100, 200, 200, 300, bir də 250. İndi bu siyahını mən nömrələyirəm. Demək 0, 1, 2, bir də 3'dür. İndi burada nə deyir? Deyir, A0-cı elementim, A0-cı element, A1-ci elementim, A1-ci elementim neçədir? Mənim A0-cı elementim 100'dür. 100'dür. A0-cı elementim 100'dür. Deyir ki, A1-ci elementimin nə kökaltı ifadə, A1-ci elementim. Kiçikdir mi A2-ci elementim? Bir də kök altında